məşqçilər tərəfindən müəyyənləşdirilib. Start hissəsində və Zirə Neftçi maçı başladı. Boşluq axtarırlar Papunaşvili. Papunaşvili qapıya baxır, zərbə endirdi. Piriç. Təhlükəli məqam izlədik və bu təhlükəli zərbə 19-cu dəqiqəyə təsadüf etdi. Gomis. Mikels. Ondan ötürmə İsa Cibrilaya. İsa. Koysini keçdi amma meydan bitdi. Meydan bitmişdi herhalde gördüyüm qədərilə. Top qapıdan keçir amma bilmirəm, bəlkə ola bilər. Mənim olduğum, yəni bir anlıq ona düşündüm ki, top xətti keçib artıq amma yox. Hakim qolu qeydə alır 25-ci dəqiqə. Baxaq epizodun təkrarına bir daha. Burada yox təbii ki, oyundan kənar vəziyyət yoxdur bu öz yerində. İsa Cibrila irəlilədi. Zərbə Qismət Aliyevdən. Bəlkə buradan daha dəqiq görünəcək, vardan incələnəcək epizod. Vardan təsdiq gözləyirik. Qismət Aliyev topu qapıdan keçirib bu öz yerində amma görək vardan hansı xəbər gələcək bu epizodla bağlı. Bəli, keçmişdi. Qismətdən ötürmə, qapı qarşısına, başla zərbə, top qapı istiqamətdə getmir. Qapıdan zərbə. Emin Mahmudov, Emin topladı. Emindən Cinaha. Sək, qapı qarşısı göndərilən top və top qapıdan keçmədi. Təhlükə yaşanır İmad Farac. Baxaq bir daha epizodun təkrarına. İmad Farac topa zərbə endirir. Zirə müdafiəsi onu olması komandaları mümkün qədər ehtiyatlı oyuna sövq edir. Neftçi top ələ keçirdi Abubakar. Abubakar, Ruan Renatonu keçmir. Abubakar zərbə endirdi qapıcı Thiago Silva. Baxırıq bir daha az əvvəlki epizodun təkrarına və burada Ruan Renatoya top dəydi. Yenidən Abubakarın önünə düşdü. Zərbə və qapıcı Thiago Silva'na. Emin Mahmudov'un ötürmə. Kimsə var mı burada? Qapıya zərbənin qarşısı alındı. Kosin. İmkan vermədi İsa Cibrila. Bədəlov. Top çatmadı Mikelsə. Bədəlov hücuma dəstəyə gəlib. Ara ötürməsi. Abubakar. Abubakar və gol! 65-ci dəqiqə. Epizodu lap əvvəldən biz izlədik. Varda incələnəcək. Baxırıq bir daha. Bədəlovun ötürməsi Abubakar. Qapıcı artıq yaxınlaşmışdı ona. Bax bu məqam. Topun ayaqdan çıxdığı məqam. Vardan bu epizodla bağlı. Oyundan kənar vəziyyət. Gol qeydə alınmır. Budur, bu da offside xətti. Vaxt azaldıqca yəqin ki. Diba burada top ikisi oldu. Aka səhvə yol verdi. Abubakar zərbəsi qeyri dəqiqdir. Baxırıq epizodun təkrarına. Bax bu epizodda Meteo sanki gözləyirdi. Abubakarın zərbəsi qeyri dəqiq oldu. Gomis, Mikels. Təhlükəli gəldi Zirə. Qapıya zərbə. Yaxın küncə endirilən zərbə. Piriçin müdaxiləsi var. Küncdən zərbə olacaq. Baxırıq bir daha. İsa Cibrila'nın endirdiyi zərbə. Yaxın küncə endirdiyi zərbə. İsmet Aliyev. Ondan ötürmə gəldi. Qapı qarşısına. Ruan Renato. Akaydı bu. Qapıya zərbə. Əllə oyun iddiaları var Zirə futbolçularından. Götürür topu. Bir qədər əvvəlki epizodun təkrarı. Burada topun dal meydan əlinə dəydiyini iddia edirdi. Hər halda burada əl genişləndirilmiş formada deyildi. Yəni əl bədənə yaxın idi və burada əl olmasaydı belə top sinəyə dəyirdi. Yəni burada küncdən zərbə. Ötürmə gəldi qapı qarşısına. Və bitdi. Bəli. Əsas vaxtda son epizod bitdi. Əsas vaxt
0-0. Bu isə o deməkdir ki, qarşıda bizi əlavə vaxt gözləyir. Qalib müəyyən olunmalıdır. Enrique. Enrique ötürmə cərmə meydançasında. Qapıya zərbə olacaqmı? Var zərbə. Qismət Alayevin zərbəsi Piriç yerindədir. Martins Junior, diqqətlər ona. Martins Junior zərbə. Canlı səhədə topu keçirdi, amma Piriç yerindədir. Bagamovski, Guima, Zirə. Bu hücumla cavab verir. Mikels, qapı qarşısına göndərilən top. Ötürmə, qapıya zərbə və gol! 116-cı dəqiqə! Zirə hesab açır. 116-cı dəqiqədə vurulan gol. Martins Junior. Baxırıq bir daha. Hər şey necə başladı? Oyundan kənar vəziyyət yoxdur təbii ki. Konate'nin ötürməsi. Mikels, Konate və Martins Junior. Topu uzaq küncə göndərir. Hesab açır. Bu qolu 116 dəqiqə gözlədik. Zirə əlavə vaxtda qol vurur, hesab dönə keçir. Təbii köynəyini çıxardığı üçün Martins Junior. Sek ondan ötürmə cərmə meydançasına. Olmadı bu dəfə də Ağdaş Salyanskinin ötürməsindən sonra hücumu tamamlamaq mümkün olmur və bu da final fiti. Tural Qurbanovun final fiti səslənir, amma gözlüyündə bir məqam var. Əl qulağa getdi. Düzü final fiti verməsi ilə də əl qulağa getdi. Bəli, vardan nəsə az əvvəlki epizodla bağlı nəsə varmı? Hər halda gözləyək. Bəli, heç şey yoxdur. İndi final fiti səslənir. Bax, bu epizod incələnirdi. Baxaq bir daha Ağdaş Salyanski. Burada bir əllə müdaxilə